Son zamanlar paytaxtın bir sıra restoranlarında fərqli və ekzotik ləzzətlərin sayı artıb. Bunlardan biri də qurbağa ətidir. Fransa, Çin, Tayland və İtaliya kimi ölkələrdə illərdir istehlak olunan bu qeyri-adi ətə ölkəmizdə də maraq artıb. Amma burada bir çox ciddi təhlükə gizlənir. Bu ət yalnız nəzarət altında yetişdirilən və yoxlamalardan keçən qurbağalardan əldə olunmalıdır. Terapevt Zakir Quliyev deyir ki, təbiətdə tutulan və ya qeyri-qanuni şəkildə gətirilən qurbağalar zəhərli maddələr və parazitlərlə dolu ola bilər. Qurbağa ətinin tərkibində ciddi şəkildə parazitlərin miqdarı, bakteriyaların miqdarı həddindən artıq çoxdur ki, xüsusən də bakteriyalardan Salmonella, Escherichia kimi ciddi şəkildə öldürücüyə malik olan bakteriyalardır ki, bunlar insan orqanizminə ciddi fəsadlara gətirib çıxarda bilər. Bundan başqa qurbağa ətinin tərkibində ciddi zəhərlənməyə səbəb ola biləcək toksinlər var. Hətta bəzi insanlar vurulur ki, bəs qurbağa əti dondurulmuş şəkildə ölkəmizə gətirilir və orada bakteriyalar, parazitlər məhv olmurmu? Xeyr, təəssüf olsun ki, bəzi parazitlər, bəzi bakteriyalar nə qədər dondurulsa da onlar demək olar ki, ölmürlər, əksinə donunu açıldıqdan sonra onlar orqanizma yenidən aktivləşə bilirlər. Hətta anafilaktik şoka və ölümə qədər gətirib çıxarda bilər. Ona görə qurbağa əti hal-hazırda biz həkimlər tərəfindən, tibb tərəfindən tövsiyə olunan qida maddələri arasında daxil deyil. Qurbağa əti aşağı kalorili və zülal baxımından zəngin bir qida hesab olunduğundan diyeta saxlayanlar və idmançıların sevimlisinə çevrilib. Bəs sadəcə dadına baxmaq üçün qurbağa əti yesək bizi hansısa təhlükə gözləyirmi? Daimi olaraq istifadə edərsək, bizim buradakı nədir? Xərçəng riski ehtimalı var ki, dediyimiz ki, xüsusən də bəzi bölgələrdə, hövzələrdə yaşayan qurbağalar var ki, bunlar sürətli ağır metallarla məruz qaldığına görə insanın orqanizmasında xərçəngə gətirib çıxarda bilər. Bu daimi istifadə zamanı, uzun müddət istifadə zamanı ortaya çıxa bilər. Bir də var ki, bir dəfə, iki dəfəyə yeməklə bədəndə verə biləcək dəyişkənlikə nə ola bilər ki, ciddi zəhərlənmələr gətirib çıxarda bilər, toksinlərin təsirindən allergik reaksiyalar gətirib çıxarda bilər. Qurbağa əti dünyada prestijli mətbəxlərdə öz yerini tapmış bir qida olsa da, Azərbaycan üçün bu yeni tendensiyanın tam oturuşması vaxt alacaq. Həm sağlamlıq baxımından risklər, həm də ictimaiyyətin mövqeyi bu prosesin gedişinə təsir edir.